Hər vaxtınız xeyir. Bu buraxılışda da ən vacib və gündəmdə olan xəbərləri diqqətinizə çatdıracağım. Sərhəd rejimi, miqrasiya məsələləri, yeni aviareyslər, iqtisadi və hüquqi yeniliklər haqqında ən operativ məlumatları vaxtında almaq istəyirsinizsə, həm mənim bu YouTube kanalıma, həm də Zaim Novosti Azərbaycan Telegram kanalıma abunə ola bilərsiniz. Burada məlumatlar daha dolğun, daha operativ və rəsmi mənbələrə əsaslanır. Kanalların linki videonun aşağısında, yəni açıqlama hissəsində və ilk şərhdə yerləşdirilib. İndi isə xəbərlər. Rusiyada əmək miqrasiyası sahəsində nəzarətin gücləndirilməsi istiqamətində yeni qanunvericilik təşəbbüsləri müzakirə olunur. Belə ki, Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə 2025-ci ildə xarici vətəndaşlar tərəfindən ölkədə əmək fəaliyyəti üçün 2,3 milyon patent rəsmiləşdirilib ki, bu da 24-cü illə müqayisədə 9% çoxdur. Patent alan hər bir şəxs qanunvericiliyə uyğun olaraq gəlir vergisi üzrə avans ödənişi edib və nəticədə dövlət büdcəsinə ümumilikdə 172 milyard rubl daxil olub. Bu göstərici əvvəlki ilə müqayisədə 39% artım deməkdir. Ən yüksək ödənişlər Moskva, Sankt-Peterburq, Tatarstan Respublikası, Moskva vilayəti, Leningrad və Sverdlovsk vilayətlərində qeydə alınıbdır. Rəsmi qurumlar bu artımı əmək miqrasiyasının kölgə iqtisadiyyatından çıxarılması ilə əlaqələndirirlər və bildirilir ki, buna 2024-cü ildən etibarən bu sayədə qəbul edilmiş 22 federal qanunda təsir göstərib. Hazırda Dövlət Dumasında miqrasiya siyasətinin daha da sərtləşdirilməsi nəzərdə tutan təşəbbüslər müzakirə olunur. Təkliflərə əsasən əmək miqrantları özlərini və Rusiyada yaşayan ailə üzvlərini yaşadıkları region üzrə müəyyən edilmiş yaşayış minimum səviyyəsində təmin etməlidirlər. Bundan başqa hər bir ailə üzvü üçün sabit avans ödənişinin tətbiqi də nəzərdə tutulur. Bu tələblər yerinə yetirilmədiyi halda patent və ya iş icazəsi verilməyəcək və ya qüvvədən düşəcək ki, bu da miqrantın ölkədə qalma müddətinin qısalmasına səbəb ola bilər. Vergi orqanları və Daxili İşlər Nazirliyi isə miqrantların real gəlirlərinin olub-olmamasını yoxlamaq öhdəliyi daşıyacaq. Digər bir təklifə görə əmək fəaliyyəti məqsədi ilə Rusiyada yaşayan xarici vətəndaşların övladları 18 yaşına çatdıqdan sonra 30 gün ərzində ölkəni tərk etməlidirlər. Həmçinin müvəqqəti yaşamaq icazəsi və ya daimi yaşayış icazəsi alan miqrantlar üçün də yeni tələblər irəli sürülür. Belə ki, əgər xarici vətəndaş bir il ərzində 10 aydan az müddət işləyibsə, həmin status ona verilməyə və ya sonradan ləğv oluna bilər. Rusiya hakimiyyəti hesab edir ki, bu tədbirlər əmək miqrantları, onların ailələri və gəlirləri üzərində nəzarəti genişləndirəcək və qeyri-qanuni miqrasiyaya qarşı mübarizəni gücləndirəcək. Ekspertlərin fikrincə təklif olunan dəyişikliklər Rusiyada yaşayan və işləyən Azərbaycan vətəndaşlarına da təsirsiz ötüşməyəcək və bu ölkədə çalışan Azərbaycanlı miqrantların rəsmi əmək münasibətlərinin rəsmiləşdirilməsi, sabit gəlir göstərməsi və vergi ödənişlərinin vaxtında aparılması daha böyük əhəmiyyət daşıyacaq. Eyni zamanda ailə üzvlərini Rusiyaya gətirən miqrantlar üçün maddi təminat tələblərinin artması mümkündür. Buna görə də mütəxəssislər hesab edirlər ki, gələcəkdə Rusiyada çalışan Azərbaycan vətəndaşları üçün əsas məsələ sənədlərin qaydasında olması və fəaliyyətin tam şəkildə qanuni çərçivədə aparılması olacaq. Azərbaycanda xüsusi karantin rejiminin müddəti növbəti dəfə uzadıldı və Nazirlər Kabineti bu barədə qərar veribdir. Qərarda deyilir ki, koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 iyul səhər saat 6-ya dək uzadılsın. Qeyd edim ki, bundan əvvəl karantin 2026-cı il 1 aprel səhər saat 6-ya dək uzadılmışdı. Xatırladım ki, bu günlərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının təqdimatında çıxış edən baş nazir bildirmişdi ki, son dövrdə regionda cərəyan edən hadisələr Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılması qərarının nə qədər əsaslı və zəruri olduğunu göstərir. Statın sonu. Onu da qeyd edim ki, bütün xarici ölkə vətəndaşları, o cümlədən də elə Rusiya vətəndaşları əvvəl olduğu kimi quru sərhəd vasitəsilə Azərbaycanı tərk edə bilərlər. Rusiya vətəndaşları da quru yolla Rusiyaya qayıda bilərlər və məsələn, Azərbaycan-Rusiya sərhədinə Bakı Beynəlxalq Avtovağzalından birbaşa avtobusla getmək mümkündür. Sərhədi keçdikdən sonra isə adətən buraxılış məntəqəsinin çıxışında gözləyən taksilərlə Dərbənd və ya Maxaçqala şəhərlərinə getmək olar. Azərbaycandan çıxış üçün isə Rusiya vətəndaşlarına yalnız xarici pasport
kifayətdir. Əlavə əsas və ya sənəd tələb olunmur. Rusiyada saxta nigahlar səbəbindən minlərlə yaşayış icazəsi ləğv edilibdir. Belə ki, Rusiyada ötən il saxta nigahlar və ailə münasibətlərinin formal xarakter daşıması səbəbindən ləğv edilən yaşayış icazələrinin sayı əhəmiyyətli dərəcədə artıbdır. Bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Miqrasiya xidməti məlumat yayıbdır. Məlumatda görə Rusiyada saxta nigah yolu ilə leqallaşma cəhdlərinin qarşısını almaq məqsədi ilə qəbul edilən qanun müddəaları artıq bir ildən çoxdur tətbiq olunur. Yeni qaydalara əsasən xarici vətəndaşlar Rusiya vətəndaşı ilə nigah əsasında müvəqqəti yaşamaq icazəsi yalnız nigah ən azı 3 il davam etdikdə və ya ər-arvadın ümumi övladı olduqda ala bilirlər. Qeyd olunur ki, nigahın pozulması və ya məhkəmə tərəfindən etibarsız hesab edilməsi halında verilmiş icazə sənədləri dərhal ləğv edilir və xarici vətəndaş ölkəni tərk etməlidir. Bundan əlavə saxta nigah bağlayan və ya saxta atalığı rəsmiləşdirən Rusiya vətəndaşları da məsuliyyət daşıyır və bu cinayət məsuliyyətinə qədər çata bilər. Məlumatda bildirilir ki, Daxili İşlər Nazirliyinin ərazi orqanları nigah münasibətlərinin saxta xarakter daşıdığını göstərən faktların aşkar olunması və sənədləşdirilməsi istiqamətində iş aparır. Toplanmış materiallar nigahın etibarsız hesab edilməsi məsələsinin məhkəmədə qaldırılması üçün prokurorluq orqanlarına da təqdim olunur. Statistikaya görə 2025-ci ildə nigahın pozulması və ya etibarsız sayılması ilə əlaqədar müvəqqəti yaşamaq icazələrinin ləğv sayı 5 dəfə artaraq təxminən 1000-ə çatıb. Eyni zamanda yaşayış icazələrinin ləğvi 18 dəfə artaraq 2,6 çox olub. Azərbaycandan xaricə turizm axını dayanıbdır. Belə ki, Birləşmiş Ştatlar və İsrailin İrana hücumu və bundan sonra başlayan müharibə bir çox sahələrlə yanaşı xarici səfərlərə də təsirini göstərib. Artıq yaxın şərq ölkələri ilə səyahətlərin əksəriyyəti ləğv edilibdir. Bəzi hallarda isə vaxtı dəyişdirilibdir. Problemlər təkcə yaxın şərqlə, Dubay, Misir, Küveyt və Qətərlə bitmir. Bəzi istiqamətlər, o cümlədən Asiya təyyarə uçuşu bu ölkələrdən keçdiyi üçün həmin istiqamətlərə səyahətlər də dayandırılıbdır. İrandakı müharibədən ən çox təsirlənən şəhərlərdən biri də Dubaydır. Məlum olduğu kimi İranın cavab zərbələrinə ən çox hədəf götürülən ərazilərdən biri də Birləşmiş Ərəb Əmirlikləri və xüsusilə Dubaydır. Dubay Əmirliyi son zamanlar turistlərin bir nömrəli səyahət yeri idi, amma müharibə səbəbindən ölkənin turizm sektoru demək olar ki, çökübdür. Hazırda bu ölkəyə uçuşlar müəyyən müddətə ləğv olunsa da insanlar ümumiyyətlə digər vaxtlarda da səyahət etməkdən çəkinirlər. Turizm şirkətləri bildirir ki, bəzi turistlərin gedişləri ləğv olunubdur, bəzilərinin vaxtı dəyişdirilibdir, bəziləri qiymətin düşdüyünü, bəziləri isə eyni qaldığını bildirir. Verilən ən son məlumatlara görə hazırda aktual istiqamət yalnız Türkiyə və Avropadır. Müştərilər bu istiqamətlərə üst tuturlar. Şirkət nümayəndələrinin sözlərinə görə bəzi yaxın şərq ölkələrinə getmək indi də mümkündür. Məsələn, Əbu Dabi, Şarja, Doha, Dubay kimi şəhərlərə getmək mümkün olmasa da Misirə getmək imkanı var. Bu şəhərə hazırda turlar və fərdi səyahətlər satılır, rezervasiyalar qeydə alınır. Uçuşların nə zaman bərpa olunacağı haqqında isə konkret məlumat olmasa da bəzi yaxın tarixlərdə olan uçuşlar ləğv edilməyibdir. Qiymətlərə gəldikdə isə bəzi şirkətlər uçuş olmadığı üçün qiymətlərin ucuzlaşdığını, bəziləri isə heç bir fərq olmadığını bildirirlər. Vəssalam, beləliklə bu buraxılışımızın da sonuna gəldik. Ən vacib və operativ xəbərləri ilk siz almaq istəyirsinizsə, Zayem Novosti Azərbaycana Telegram kanalına qoşulun və bu YouTube kanalıma da abunə olmağı unutmayın. Linklər videonun altında və ilk şərhdə yerləşdirilib. Növbəti buraxılışda görüşənədək sağ olun, salamat qalın.